Deməli, bugünkü mövzumuz DİM 2025 yeni toplu kimya elektroliz mövzusu. Sualları seçmişik. Seçsə başlayaq. 7-ci sual istədiniz, düzdürmü? Elə başlayaq 7-ci sualda. Hansı iyonun məhlulda elektroliz zamanı oksidləşmə qabiliyyəti yüksəkdir? Ümumiyyətlə biz anionların bir sırasını vermişdik. O sıra hatırlayırsınız mı? Kürk 2 mənfi, sonra nə idi? Yod, sonra brom, sonra nə gəlirdi? Flor, OH mənfi, SO4 2 mənfi, NO3 mənfi, digər oksigenli turşu qalıqları və ən sonunda flor. Bu istiqamətdə oksidləşicilik qabiliyyəti cilik nə olur? Artır. Əgər oksidləşicilik qabiliyyəti bu istiqamətdə artırsa, ən güclü oksidləşicici bunlardan kimdir? Flor mənfi. Cavabımız nə olacaq? B variantı. Aydındır mı? Hə? Sonra 13-ə qədər başqa sualınız yoxsa 13-cü izahına baxaq. Nə çıxmayıb bana? Mən də B dedim. Nə çıxacaq? Hayır, üz üstürəm. Suala düzgün yanaşmadım. Oksidləşmə qabiliyyəti, yəni reduksiya edicilik. Oksidləşdiricilik demir. Oksidləşdiricilik, reduksiya, oksidləşdirici özü nə olur? Reduksiya olur. Yəni onun reduksiya qabiliyyəti yüksək olur. Bu məndən oksidləşmə qabiliyyəti yüksək soruşur. Yəni reduksiya edicini soruşur. Nəyi soruşur? Əgər bu istiqamətdə oksidləşiciliyi artırsa, o zaman reduksiya edicilik də əksi istiqamətdə. Reduksiya edicilik nə olur? Artır. O zaman burada ən güclü hansı olacaq? Bunların ismini vermiş. Yod olacaq, cavab da D bəndə olacaq. Sual düz oxumamışdım. Bəli. Aydındır? Başa düşdünmü? Dəqiq. Biz sualı düz oxumamışdıq. Sualı düz oxumaq çox mühümdür. Davam edək. Neçə? 11. Baxaq 11-ə görə 11-də nədir? Hansı duzların suda məhlul elektroliz zamanı məhlulda turşu alınır? Ümumiyyətlə uşaqlar, bunların hər birini elektrolizini mən yaza bilərəm sizin üçün. İstəyirəm yazmaq. Yaxşı? 2 üsul demişdik. Birinci odur ki, natrium 2SO4 plus H2O. Bunun elektroliz zamanı nə baş verir? Birincisi natrium sülfat suya düşən kimi dissosiasiya edir. Nəyə dissosiasiya edir uşaqlar? Natrium müsbətə və qoy elə yazaq da bunu. Natrium 2SO4 dissosiasiya edir. Natrium müsbətə və SO4 2 mənfiyə. İndi katodda və anodda baş verən prosesə baxaq. Katod və nədə? Anodda. Katod bilirsiniz ki, mənfili anod nədir? Müsbət. İndi mən soruşam sizdən, natrium özü mü gedir, yoxsa su mu gedir katoda? Katoda gedən su, katoddan neyini elektron alır? Nəyə çevrilir? Hidrogenə və OH mənfiyə. Düzdür, yoxsa yox? Bəs anodda hansı proses gedir? SO4 özü mü gedir, yoxsa su mu gedir? Su gedir. Deməli, anodda da suyun başına iş gəlir, elektron verir, nəyə çevrilir? Oksigenə və H müsbətə. O zaman duza heç nə olmadı. Duza heç nə olmadı. Yəni burada katodda hidrogen alındı, anodda oksigen alındı, natrium sülfata bir şey olmadı. Deməli, əslində bu prosesdə su elektrolizi uğradı. Hər birini bu şəkildə yazmayacağım. Sadəcə sizə göstərdim ki, bu şəkildə baş verir. Bir dənə də turşu olanı istəyirəm sizin üçün yazım. Necə turşu ortaya çıxır, onu göstərim sizə. Ondan sonra artıq biraz Gustar üsulla yazarıq da, biz özümüz yazarıq ki, bunda belə olur, bunda elə olur. Sıranı yadımıza salmalım. Turşu nə zaman alınır? Məsələn, ikincidə turşu alınır. Bu birinci idi. İkincidə turşu alınır. Məsələn, gümüş nitratı suda məhlul elektroliz edir. Təbii ki, bunu birinci suda əldə edirsə, iyonlarla dissosiasiya edir. Nə edir uşaqlar? Dissosiasiya. Gümüş nitrat bizə nə verəcək? Gümüş, müsbət, bir də NO3 nə? Mənfi. İndi baxaq görək, katodda hansı proses gedir, anodda hansı proses gedir? Deməli, katoda gümüş mü gedir, su mu gedir? Gümüş öz gedənlər siyahısındaydı, düzdür? Deməli, katoda kim gedəcək? Gümüş gedəcək. Gümüş gedəcək, elektron alaraq nəyə çevriləcək? Gümüş gedəcək, elektron alacaq, nəyə çevriləcək? Bəsit maddə. Deməli, bizim katodumuzda nə alındı? Gümüş. Gəlirəm indi anoda. Anoda NO3 oksigenli turşu qalıqdır. Özü getməz, su gedir. Anodda su nə edəcək? 4 elektron verəcək, olacaq oksigen qazı və nə? H müsbət. 4 dənə H müsbət. Belədir də? Deməli, o zaman anodda alındı bizdə oksigen. Bəs məhlulda nə qaldı? NO3-lər bir dənələr H müsbətlər. Bu da bizə H-NO3 yazarıq bunu tənlikdə yazsaq. Yəni nə alındı? Turşu alındı. Bir sözlə, turşunun alınması üçün gərək duzu əmələ gətirən əsası, o metal hissəsi pasiv metal olar, yəni hidrogenden sonraki metal olar. Turşu hissəsi də oksigenli turşu qalığı olar. Pasiv oksigenli olar. Pasiv oksigenli oldu. Pasiv amma oksigenli deyil. Aydındır?
Bunu sən elektrolizin yazsan, katodda misallar, anodda da xlor alınır. Yəni duz parçalanacaq, suya heç nə olmayacaq. Siz sonuncunu da yazın. Görmək istəyirsiniz? Yaxşı. Sonuncunu da yazın. Mis sülfatı yazmıram çünki eyni boyun kimi olacaq. Eyni boyun kimi olacaq, üçüncü. Yəni kupru mesodörünü suda məhlul elektroliz eləyəndə deməli katodda mis alınır, anodda oksigen alınır, məhlulda da turşu. Anod, bu da məhlulda da turşu qalır, turşu mühiti yanılır. Dördüncüdə isə mis xloriddir, suda məhlul elektroliz eləyəndə. Yenə eyni qaydada. Mis xlorid dissosiasiyasına bizə nə verir? Mis 2 müsbət, bir də nə? Xlor mənfi. İndi katoda nə gedəcək, anoda nə gedəcək? Katoda mis gedər, mis neyniyər? 2 elektron alar, olar mis bəsit maddəsi. Xlor da anodda 2 elektron verər, xlor bəsit maddəsi. Deməli, katodda alınar mis, anodda alınar xlor. Yəni, suya heç nə olmadı da. Bu prosesdə su rol oynamadı. Aydındır, suyun işi ancaq oldu ki, mis xlorlu dissosiasiya elədi. Aydındır, başa düşdünüz? Maraqlı sualdır. Davam edək. Sən istəmişsiniz? Hər birin belə açım yazım, yoxsa biraz usta rüsumla yazın, nə deyirsiniz? Əslində, açmaq yaxşıdır, siz də dəfələrlə görərsiniz, rahat işləyərsiniz elə. Nigah belə eləyərik, nigah elə eləyərik də. Onu isə baxaq. Deyir, hansı sırada olan hər iki düzün suda məhlul elektroliz zaman katodda yalnız hidrogen alınır. Uşaqlar, katodda hidrogen alınması üçün yalnız hidrogen alınması. Metal gərək lityumdan nəyə qədər olsun? Alüminium. Yəni, əgər metal bu siyahıdasa, lityum, kalium, kalsium, natrium, magnezium var. Bunlardan biridirsə, alüminium. Bunlardan biridirsə, o zaman metal getmirdi. Su gedirdi, katodda da suyun başlanması iş gəlirdi. Katodda su, elektron alırdı, nəyə çevirirdi? H2-yə və OH mənfiyə. Bu hala gəlirdi. Elə? O zaman baxaq. Natrium oldu, mis olmadı. Natrium oldu, kalsium oldu, cavab deməlidir. Gümüş olmadı, kalsium oldu, kalium oldu, civən olmadı, mis olmadı, alüminium oldu da doğrusu. Alüminium oldu. Aydındır. Başa düşdünüz? Dəqiq. Sonra. 19'a kadar var sualımız. Mesela bu birinci elektroliz suallarından var burada. 19'a kadar yoktu sualımız. Ha, burada sual verir hansının reduksiya edicilik qabiliyyəti azalır. Yəni oksidaşsizlik qabiliyyəti artır. Oksidaşsizlik qabiliyyəti artma sırası kükürddən flora doğru nə olurdu? Artırdı da. O sıranı bir də yazım, yoxsa bilirsiniz əzbər. Əgər əzbər bilirsiniz, o zaman burada cavabımız nə olacaq bizim? Oksidaşsizlik qabiliyyəti bu istiqamətdə artırdı da. Kükürd, yod, brom, xlor, OH belə idi də. O zaman burada oksidaşsizlik qabiliyyəti nə olur? Eynə mi taxmağa başlamısan? Yoxlatdırdın. Mənfidir, müsbətdir. Yəni uzaq görməli, yaxın görmə. Şua üçündür mənim. Şua üçündür. 19. 21'ə baxaq. Hansı duzun suda məhlul elektroliz zamanı katodda su reduksiya olunur. Uşaqlar, katodda su reduksiyasını bayaq dedim də sizə. Lityumdan alüminiuma qədər olan metallar, yəni biraz aktiv olan metalların, duzların suda məhlul elektroliz zamanı katodda su reduksiya olunur. Eləmi? O zaman hansını götürəcəyik cavab kimi? Bəli? Hə, bəli, C bəndi. C bəndi. Aydındır? Hə? Amma o alüminiumdan sonra gəlin manqanla quruluşuna qədər həm metal ayrılırdı, həm də hidrogen. Həm metal reduksiya olunurdu, həm də su reduksiya olunurdu. Elədir? Metal ionu. Sonra neçəyə baxaq? Neçə? 27'ye kadar var. Mesela bu 25. sual nətər yazmış? Burada oksidaşsizlik xassasının artmasıyla. Ya da sana lityum müsbətdən qızıl 3 müsbətə doğru. Burada da oksidaşsizlik qabiliyyəti artırdı ya. Bu sırada da oksidaşsizlik qabiliyyəti nə olurdu? Artırdı. O zaman bu sırada biz hansını götürəcəyik cavabı kimi? Bəli, bəli, B variantı. Mövzu çətin mövzu deyil bana. Mövzu çətin mövzu deyil. Orta məktəbdə çox da geniş deyil bu mövzu. Ona görə çətin deyil. Soyuldu sənə. Ha? Belə yapmışsan. O gedəndə soyuq olmaz sənə. Qısa oldu. Neçə? Buyurun. Deyir, hansı halda hər iki duzun suda məhlul elektroliz etdikdə elektrodlarda hidrogen və oksigen alınır? Uşaqlar, elektrodlarda hidrogen və oksigen alınmalı, elektrodlarda hidrogen və oksigen alınmalı, bu suyun elektrolizinə dəlalət edir. Nəyin elektrolizinə? Deməli, o zaman duz prosesdə rol oynamayır. Duz prosesdə rol oynamayır. Olduğu kimi elə qalıb məhlulda. Elə duz nə zaman prosesdə rol oynamır? Metalı gərək, duzun metal hissəsi gərək bunlardan olsun. Nədən? Lityumdan kimə qədər? Alüminiuma qədər. Duzun bu turşu qalığı hissəsi isə,
OH mənfidən bu tərəfə var ha, florə qədər, ora qədər olsun. Yəni oksigenli turşu qalıqları olsun və yaxud da flor OH da olsa indi duz deyil, əsasda, amma OH da olsa yenə elə olur. O zaman biz elə bir duz axtarmalıyıq. Metalı aktiv olsun, turşu qalığı oksigenli. Metalı aktiv olsun, turşu qalığı oksigenli. Cavab yeməndə olar da. Çünki kalsium özü getməz, suyu göndərər katoda. NOx özü getməz, suyu göndərər anoda. Katodda sudan hidrogen alınır, anodda sudan oksigen alınır. Aydındır? Başa düşdünüz? Dəqiq? Kalium da eyni qaydada. Kalium da eyni qaydada. İstəyirsiniz bunların elektrolizini açım yazım sizin üçün. Yaxşı, devam edək. 3 dənə duz verib bizə. Bu qarışım suda məhlul elektroliz zamanı elektrolu ilk anda hansı maddə ayrılır? İlk anda. Yəni sən belə bir şey düşünərsən. Deməli sən bunları suda həll eləyəndə sənin suyunun içərisində nələr var? Bir də onu düşün. Bir qab düşün. Sən bu qaba elektrodları atmısan, hə? Mənfi elektrodun bu katoddur, hə? Bu da anoddur. Bu da müsbəti. Dövrəyə bağlamısan bunu. Bir açarda qoymuşsan, hətta bir dənə lampa da qoymuşsan. Yaxşı? Bir lampa da qoymuşsan. Sən bu suyun içərisinə bunları atmısansa, bu dərhal verib sənə natrium müsbəti, sonra kalium müsbəti verib, sonra SO4 2 mənfini verib, sonra nəyi verib? Xlor mənfini verib, sonra NO3 mənfini verib. Hə? Bir də su molekulları var da burada. Elədir? Sənin suyun içərisində olan bunlardır. İndi sual ilk anda, yəni dövrə qapanan kimi, sabit elektrik cərəyan mənbəyinə qoşulan kimi, katoda bu metallar mı gedir, su mu gedir? O zaman su katoda gedəndə burada nə çıxırdı? Hansı qaz çıxırdı? Anoda xlor mu gedər, SO4 mu gedər, yoxsa suyu mu göndərər? Xlor özü gedən deyil. O zaman buradan nə çıxacaq? Xlor qazı. İlk anda katodda hidrogen qazı çıxar, anoda məntiqi başa düşdünüz? Axı, bax, xlor özü gedir, axı, suyu imkan vermir. SO4 zaten özü gedən deyil, suyu göndərəcək. Amma burada xlor var, axı. Xlor mənfi, anoda özü gedər, özü elektron verər və xlor qazı əmələ gətirir. Aydındır? Tam başa düşdün. Su bu işe yaramır da. İlk anda. Yaxşı? Sonra. Cavab nə oldu? Hidrogen və xlor abəndi. Sonra. Neçə? 35. 31. Hansı dozların suda məhlul elektroliz zamanı məhlulda əsas alınır? Uşaqlar, əsas alınma halı üçün nə düşünməli? Nə zaman əsas alınır? O halı sizə göstərməsini nəzəriyyədə vermişdim. Yəni, sözlə yazmamışdım. Əsas alınmağını göstərmişdim. Əsas alınmağı üçün birinci gərək metal aktiv ola, katoda getməyə. Metal katoda nə eləməyə? Amma turşu qalığı gedə. Metal getməyə, turşu qalığı gedə. Məsələn, metal getməyə, turşu qalığı gedə. Məsələn, bu kalium xlora baxa bir dənə. Kalium xlorun suda məhlulunu elektroliz edəndə, bunun dissosiasiyasından nə əlmə gəlir qalır? Kalium xlor dissosiyasiya edir. Kalium müsbətə bir dənəyə əl. İndi katodda nə baş verəcək, anodda nə baş verəcək? Baxaq. Katoda kim gedər? Kalium mu gedər, su mu gedər? Su getdi, 2 mol su, 2 elektron aldı, bizə verdi H. 2 dənə də OH mənfi. 2 dənə OH mənfi. Deməli, katodda alındı hidrogen qazı. Anoda xlor mu gedər, suyu mu göndərər? Xlor mənfi 2 dənəsi, 2 elektron verdi, bizə verdi xlor bəsit maddəsi. Anodda da alındı xlor. İndi əldə nə qaldı əldə? Bax, xlor getdi, hə? Suda indi bir şey. Nə var əlində? Kalium bir də nələr? O zaman bunu mən kalium OH kimi yaza bilərəm bura. O zaman mən də belə bir məntiqi nəticəyə gəldim də. Əgər mən istəyirəmsə mühit qələvi olsun. Mühit nə olsun? Yəni qələvi yaransın, əsas yaransın. İstəyirəmsə əgər əsas yaransın. O zaman metalım gərək mənim o birinci dəstədə nə olsun? Özü getməsin. Amma böyründə duran özü getsin. Ki metal təşkil qalsın, OH-la bir əsasını yaza bilim də. O zaman burada başqa hansı var elə? 4. Bəs bunda nə olur? Burada metal da getmir, SO4 da getmir. O zaman duza işinə olmur. Burada metal gedir, SO4 getmir. O zaman SO4 turşu yaradacaq. Nə yaradacaq? Demək onda belə çıxır ki, bu pasiv olsa, bu oksigenli olsa turşu olur. Bu aktiv olsa, bu özü gedən olsa əsas mühit yaranır. Aydındır? İkisi də özü getmirsə əgər, İkisi də özü getmirsə su elektrolizi olur. Hə? Duza iş nə? Bax, metal passivdirsə, turşu qalığı oksigenli və yaxud da suyu göndərəmsə, o zaman turş mühit yaranır. Necə mühit yaranır? Turş mühit yaranır. Metal aktivdir, bu turşu qalığı özü gedəndir. Onda necə mühit yaranır? Əsas mühit.
Anladın mı? Sonra. Neçə? Hansı uzun suda məhlul elektroliz zaman turşu alınır? Şuralar indi dedim də turşu nə zaman alınır? Gərək metal nə olsun? Özü gedən olsun. Turşu qalığı da nə olsun? Metal özü gedən olsun, turşu qalığı oksigenli olsun. Getməsin. Ya flor olsun ya da oksigenli olsun. Özü gedən və oksigenli. Yebən. Gəl yazıq. Kupru 5 olsun. 34'tür. Siz nə istədiniz? Yaxşı olsun. Orada cavab olur. Olur. Kupru NO2 plus H2O. Deməli ilk olaraq nə baş verəcək? Dissosiasiya. Suya düşən kimi dissosiasiya edir. Nəyə uşaqlar? Nəyə? Nə dissosiasiya nə verir? -2 müsbət, bir də nə? 2 dənə NO3 mənfi. Razısınız bununla? İndi katodda və anodda kim bu prosesləri mənə deyər? Katodda mis olur. Mis necə? -2 müsbət. Neçə elektron lazımdır buna? 2 elektron. Aldı, oldu 0. Deməli katodda alındı mis. Anodun yazaq. Anodda su mu gedir, NO3? Suyun başına gəlir 2 mol su. Neçə elektron verir? 4 elektron verir. Nə verir bizə? Oksigen qazı və 4 dənə H müsbət. Əldə nə qaldı əldə? Mis getdi də bu. Nə qaldı? NO3'lər bir də nələr? Onda bizə HNO3 verərmi? Təbii ki, HNO3 bu şəkildə olur. Mühitdə NO3'lər var, H müsbətlər var. Sanki nitrat turşusu həll olubdu və dissosiasiya edilib də belə bir haldır. Turş mühitdir də, düzdürmü? H müsbət mühiti nə edir? Turş edir də. Aydındır? Tam başa düşdünüz? Burada hansını istəyirsiniz, mən sütun parçalayayım. Hansını istəyirsiniz? Dissosiasiya edin. Elektroliz edin. Hansını istəyirsiniz? Hamısı elə bilərsiniz. Hamısı eləmişik. Yox, uşaqlıq yox. Niyə sakit danışırsınız ki, video çəkirəm də? Abla videomu mən yükləməyə bilərəm, rahat olun, nə alın? Rahat olun, sizi bu rahatçılıq pozursa mən saxlayayım onu. Adı rahat olun da suallarınızı verin. Onsuz siz görsənmirsiniz ki, siz arxa şeydəsiniz, nə deyirlər ona? Səhnə arxasısınız siz. Yəni siz sual verməyiz də bizim işimizi qabağa atır ki, videonu izləyən hər kəsdə o sual yarana bilər də yəni. Olan əvəzinə sual verirsiz elə. Düzdür Zəhra? Danışdı onda. Buyurun, buyurun davam edin. 39'a kadar var mı? Deməli 39'da aha. Uşaqlar, proses elektroliz prosesində fikir ver. Su elektroliz olub da düzdür? Deməli katodda hidrogen alınıb, anodda nə? Yəni burada bir duz var. Bu duz suda mən elektroliz eləmişəm. Katodda hidrogen almışam. Ha? Anodda da oksigen. Bizim gizli qəhrəmanımız olan duzu verməyirlər. Çünki o duz prosesdə rol oynamır. Nə zaman duz prosesdə rol oynamırdı? Duzu əmələ gətirən əsası qalır. Yəni lityumdan kimə qədər olardı? Alüminiuma qədər. Turşu qalığı isə nədən? Bu oksigenli turşu qalıqları olardı və yaxud da flor, hə? Eləmi? Çünki bunlar özü getmir də. Bu da suyu göndərir anoda. Bu suyu göndərir nəyə? Bu da katoda suyu göndərir. Nəticədə katodda sudan hidrogen alınır, anodda da nəticə etibarilə duza işlə olmur, su parçalanmış olur da elektroliz prosesində. Düzdür yoxsa yox? Ha, elə isə o zaman elə birini axtaraq da biz. Lityumdan alüminiuma qədər və oksigen. Amma məntiqi başa düşdünüz? Məntiqi başa düşdünüz, lazımdır bunlar hər birini arzu eləmək. Düzdür Xədisən? Dəqiq? Yaxşı. Ha, sən yaza bilmirsən bunları? İndi başa düşürsən? İki dənə sıra əzbərləməsi, başqa iş mi? Qalanı bir şey yoxdur yəni burada. Sonra neçə? 41. Abalam 41'də birində lampa yanır, görürsən? İndi nə təsvir ediblər də bunu? Güya lampa yanır. Güya lampa nə olur? Yanır. İkincidə lampa yanmır da. Yanmır. Dövrə qapalıdır amma lampa yanmır. Lampa yanmırsa demək cərəyan keçmir də, bu qeyri-elektrolitdir. Nədir? Yəni onun suda məhlul cərəyan. Birincidə isə lampa keçirir. Biz demişdik bu elektrolitlər kimlərdir? Suda alınan duzlar, əsaslar, düzdürmü? Bunlar elektrolitdir, turşular elektrolitdir. Qeyri-elektrolitlər demişdik? Spirtlər, şəkərlər, hə? Bunlar qeyri-elektrolitdir elə. O zaman cavab olmayan tutda spirt cərəyan keçirmir suda məhlul. Bunlar üçün konu suda məhlul cərəyan keçirir. Bitti. Aydındır? Dəqiq? Kaç? 100%. Bugün sizden başka kim gelirdi? Gelmiyor. Yoğun buradadır. Yoğun burada. Devam ele. Neçə?
43. Yaxşı, bax 43-ə. Birincisi məməzlərim. Hidroliz dərsimiz keçən dəfə sizinlə keçmişdik. Ağam nökər, mökər aləm vurmuşdur bir-birinə. İndi bu natrium 2S-i mən hidroliz eləmək istəyirəm. Bu natrium OH-dan gəlib natrium, H2S-dən də gəlib S. İndi burada ağa kimdir, nökər kimdir? Qüvvətli kimdir, zəif? Belə deyək də. Bu qüvvətli əsasın qalığıdır. Nədir? Qüvvətli əsasın qalığı. Bu da zəif turşunun qalığı. İndi burada kim nə olmaq istəyir? Zəif istəyir ki, bu proses neçə mərhələdə olar? Bu çünki neçə hidrogeni var bunun? Bu bir mərhələdə olar, 2. O zaman birinci mərhələdə. Burada alınacaq natrium, biri qovdu, HS və natrium OH, düzdür? İkinci mərhələdə təzədən natrium HS yenə su ilə qarşı təsir olur, H2S və natrium OH. O zaman mənim məhsulumun biri natrium OH-dırsa, biri ya bu olmalıdır ya da bu. Anladın mı? Ya bu olmalı ya da yəni birinci mərhələdə tuş duz alınır. Nədə duz alınır? Tuş duz. İkinci mərhələdə tuşun özü çıxır ortaya. Elədir. O zaman buna mən ya şiş yazmalıyım ya da nafbuda. Ya bunlardan biri də cavab elə bu ola bilməz. İndi gələk bura. Bu bizə nə verər elektrolizdə? Katodda nə alınır? Hidrogen. Anodda kükürdün özü alınmaz uşaqlar. Çünki kükürd özü ayrılandır da yoddan da əvvəldir. Ən güclü reduksiyacılık qabiliyyəti bundadır da. Elektron. O zaman cevap ne olacaq? Aktardı getdi də. Cevap B variantı. Necə, dəniz? Davam edək, neçə? Başa düşdünüz? Katodda metallar hansı ardıcıllıqla ayrılır? İndi burada bir məsələ var. Mənim əzlərim. İndi bu sıra var, bir sıra. Lityumdan başlayırdı, qızılda qutarırdı. Belə bir sıra vermişdik də. Evet. O sırada bunların yerində mənə bu metal iyonlarının yeri. Məsələn, dəmir 2 müsbətin, sink 2 müsbətin və mis 2 müsbətin yeri. Birinci sink 2 müsbət gəlir, hə? Sonra dəmir 2 müsbət gəlir. Orada bir hidrogen var, sonra da mis 2 müsbət. Bu istiqamətdə oksidləşdiricilik nə olur? Artır. Oksidləşdiricilik nədir? Oksidləşdirici elektron almaq qabiliyyətidir. Oksidləşdiricilik nədir? Yəni bunlardan elektron üçün ölən kimdir? Elektron almaq üçün ölən. Yəni oksidləşdirici qabiliyyəti yüksək olan. O zaman mis imkan verər bunlara katoda geçsinlər. Hə? O zaman katoda birinci kim gedər? Birinci təbii ki mis gedəcək. Mis kim istər? Birinci. İkinci kim gedər? Ondan sonra dəmir ölür. Ondan sonra məntiq başa düşdünüzmü? Sırayla əlaqəsiyle başa düşdünüzmü? Yəni oksidləşdiricilik qabiliyyətinin artmağı o demək ki, bu elektron üçün ölür də, özü gedir. Görmürsünüz, bunlar suyu qoymur, özü gedir. Bunlarda vəziyyət elədir ki, özü də gedir, suya da deyir, sən də gəl də gedək də, sən də reduksiya ol, mən də. Anladın mı? İndi belə bir canlı kimi təsəvvür elədik bunları, mən o qədər deyil. Məntiqi başa düşdün Zəhra? Dəqiq. Yəni bu sıranın vaxtı yazdığımız oksidləşdirici artı sözünün bizim üçün bir əhəmiyyət kəsb edir, ha, testlərdə eləyəndə. Aydındır? Dəqiq. Sonra 47. İndi bu da eyni şey demir. Hə, oksigen qazı nədən alınır? Uşaqlar, anodda oksigen nədən alınırdı? Bildim də nəyin başına işləyir? Anodda kim oksidləşirdi? Oksigen alınırdı. Sudan alınırdı da. Oğlum, katodda hidrogen sudan alınır, suyun reduksiyasından. Anodda da oksigen suyun oksidləşməsindən alınır. Bayaqda onda da yazmışıq. Kimsə burada NO3 görür, SO4 görür, oksigen bundan alınır. Xeyr. Nədən alınır? Sudan alınır. Suyun başına iş gəlir orada. Su elektronu neyini verir? Anodda. Sonra. Deyir, harada duzun kütləsi dəyişmir. Yəni duz prosesdə rol oynamır da. Duz prosesdə nə zaman rol oynamaz? Nə onun bu katyon hissəsi, nə də bu anion hissəsi gərək işə yaramasın da, rol oynamasın. Bax, məsələn, burada kalium bir şey yaramır, katoda getmir, amma yod gedir axı. O zaman duz parçalanır da avtomatik. Burada NO3 getmir, suyu göndərir anoda, amma mis gedir axı özü. O zaman bu da parçalandı. Nə natrium getmir katoda, nə də SO4 getmir anoda. Natrium olduğu üçün su gedir katoda, reduksiya olunur. SO4 olduğu üçün də su gedir anoda, oksidləşir. O zaman cavab olacaq. Aydındır? Dəqiq? 100%? Sonra. 51.
Deməli, katodda su reduksiya olunsun, anodda da su oksidləşsin. Az əvvəlki sualın enisidir də. Yəni katodda da su getsin, anodda da su getsin, suyun başına iş gəlsin. Getsin deyəndə zaten orada deyil, su söhbət ondan getmir. Suyun içindədir də zaten elektrodlar. Yaxşı, sizcə hansı indi az əvvəl izah elədim. Buyurun, bu da sizin üçün olsun. Bəli? Katodda natrium klorla kalium. Anodda da su oksidləşsin axı deyir. X'lər kimdir? Katodda su olanlar gərək metallar aktiv olsun. Yəni bu 1 ilə 3 gelir nəyə? X'ə. Niyə 1 ilə 3 X'ə gelir? Çünki kaliumlar natrium özü getməz suyu göndərir. Anodda da su oksidləşsin, oksigenli turşu qalıqları. 2 ilə 4. Düşün, deməli məntiqin başa düşmüşsünüz. Bu söhbət. Tamam. Hansı duzun suda məhlul elektroliz nəticəsində çöküntü əmələ gəlir? Çöküntü əmələ gəlir, uşaqlar. Nə çalışırsınız? Sualı soruşur Bunu soruşur. çətinləmişdin. Burası işte niye varyantıdır? Orada şey değil mi? Nə gedir? Klor özü dedi, Aha. OH kalır. Alüminyum OH. Deməli, belə baxaq da məsələyə. Burada çöküntü verən alüminyum OH3-dür, ağ əlməşik çöküntü. Maqnezium OH2 çöküntüdür. Kalium verməz, natrium verməz. Bunları zaten bəri başdan sil, bunlar çöküntü verməzlər. Maqnezium alüminyum arasında qalmışıq. Alüminyum OH2 çöküntüdür əgər alınsa. Bir də alüminyum OH3, bir də maqnezium OH2 çöküntü. İndi baxaq. Buna da işlə olmur axı. Buna da işlə olmur. Bu da sülfat salınır axı. Deməli, o zaman bununla bunun arasında qalmışıq. Eləmi? İndi axı buna da işlə olmur. Alüminyum sülfat da elektroliz zamanı duza işlə olmur. Su reduksiya olunur, su oksidləşir. O zaman cavab nə oldu? Y-bən. İstəyirsiniz yazaq. Deməli, alüminyum kloridin suda məhlulunu elektroliz edəndə elektroliz. Katodda nə olacaq uşaqlar? Katodda nə olacaq? Ya bir də açıq yazın. Belə Gustav sonuna yazar da bu alüminyum 3 müsbətdir, hə? Bu da klor mənfidir. Suyu parçalamaq olmaz, amma sizə deyirdim onda işimə dedim, bu çəkirəm mən onu. Nəysə, əslində olmaz bunu eləmək belə. Amma uydururuq da yaxşı, qısa yol öyrənin deyə. Belə şey olmaz, suyu parçalamır. Alüminyum mu gedir, su mu gedir? Katodda su gedirsə alüminyum qarşıdakı üstün X-də. Deməli ki də bir şey olmadı. Anada xlor mu gedir, yoxsa su mu gedir? Xlor getsə xlorun üstün X-də. Nə qaldı əlində? Bunlar da birləşdir yazmır. Bu da ağ əlməşik çöküntüdürmü? Elə bir bunu gördünüz amma elə bir şey görmüyorsunuz da belə şey yoxdur. Aydın uydurmadı bu iş oldu. Bu işin uydurma işi oldu. Yaxşı? Oldu? Sonra bizə yol bayaqki kimi də distansiyasiya gedir, sonra prosesləri yazırıq normal qaydada. Yaxşı? Gedib belə yazarsınız, sonra açıq sualda ətraflı yazacağam. Tələbəcə bal yazmazlar, deyəsən müəllimizə belə öyrətmişdi. Mənə şey eləməyin, orada bədnam eləməyin adım. Belə şey öyrətmirəm sizə. Sonra neçə? 55. Yaxşı. Deməli, X, Y, Z var, 3 dənə maddə. Birində əsas alınsın, öbürsündə turşu alınsın, öbürsündə də əsasla turşu alınmasın, yəni duza işin olmasın da. Nə zaman əsas alınırdı? Metal qüvvətli olanda, turşu qalığı oksigenli olanda. Metal qüvvətli, turşu qalığı oksigenli, hə? O zaman elə bir cavab bəndidir də. Kalium 2SO4-ün suda məhlul elektroliz zamanı, uşaqlar. Elektroliz zamanı. Katodda nə alınacaq? Bunda bayaqşı kimi edeyim yəni, yoxsa qustan üstündən hepsindən. Kalium müsbət, SO4, 2 mənfi, H müsbət. Burada kalium mu gedir, su mu gedir? Su gedirsə bunun üstün vur. Anoda bu mu gedir, bu mu gedir? Su gedir, su, bunu vur. O zaman duza işlə olmadı, hesap koy baxmışım. Duza işlə olmadı, bu düzdür. Duza işlə olmasa bu ara gedir, bu sonuncuya gedir. Bu zevkdə olan, bunun zevkdə olan alına baxaq. Olanlara bolsun cavab, baxarıq. Görək. Sonra ikincisi natrium nə var orada? Natrium kloru eləyək. Natrium klorda vəziyyət necədir uşaqlar? Ha, burada əsasən. Deməli, natrium müsbət, klor mənfi, H müsbət, OH müsbət. Natrium getməz, su gedər. Su gedərsə H2 yaz. Klor gedər, OH. Klor gedər, o zaman nə qaldı yerdə? Birləşdir. Birləşdir. 219. Bu da əsas mütalında. O zaman düz gəldi də o əsas. Bunda turşu alınsa bundan da işimiz yoxlar. Kuprum SO4, kuprum müsbət, SO4 mənfi, H yoxdur. H müsbət, elektron. Mis özü gedir. Katodda mis, anodda oksigen. Nə qaldı yerdə?
H2 SO. Tuşlar düzdürmü? Ödədi? Hə? Qüsulu sevmədiniz, hə? Çok teşekkür Sevmirəm bu. Düz deyil axı, ama belə demə olmaz suyu. Ayırmalı olmaz yəni. Sonra, devam edək. 57. Tez bazar cavab tapmaq üçün yarayır, amma yəni yenə deyirəm də düz deyil. Kafa aldı yer yerde olursun. Hada beləsi düz deyil də, o elə yazarsan deyirlər bunu oradan gətirmirsən. Buyurun. 57. 57. Deyir ki, katodda hidrogen alınsın, anodda halogen alınsın. Katodda hidrogen alınsın, yəni su reduksiya olunsun. Anodda da halogen, yəni ya yod, ya brom, ya xlor bunlar alınsın. Deməli o zaman bunun X-in turşu qalığı ya yod olmalıdır, ya xlor, ya brom. Bunlardan biri olmalıdır. Anodda hidrogen olsa metalı da aktiv olmalıdır. O zaman ya bu olar cavab, ya bu. Bu flor ne olmaz? Çünki flor özü getməz, suyu göndərir. Yəni flor ayrılmır. Aydındır? Yalnız ərintidə alınır, suda məhlulda yox. Ya budur, ya budur. Burada isə deyir, katodda metal alınsın. O zaman metal alınırsa pasiv metal olmalıdır. Anodda oksigen, o zaman oksigeni turşu qalığı. Pasiv metal oksigeni turşu qalığı. Pasiv metal oksigeni turşu qalığı. Cavab nə olacaq? Cavab. Sonunuzda da katodda da anodda da hidrogen, yəni nə bu, nə də bu özü getməz. Aydındır Dəniz. Bir də deyim mi? Tamam. Neçə? 59. Bu müsbət olan nədir? Müsbət. Müsbət nədir uşaqlar? Anod. Mənfi olan nədir? Katod. O zaman anodda X alınıbdır, katodda Y alınıbdır. Elə? Özü X də qazlı, Y də qazlı. Bu görsən bu qaz qabarcıqlarını burada təsvir edirlər. Yəni X də qazlı, Y də qazlı. Baxaq. Deməli bu bizim anodumuzdur, bu da bizim nəyimizdir? Bu da bizim katodumuzdur. İndi baxaq. Bu natrium olanda katodda nə alınır? Hidrogen. Hə? Katodda hidrogen alınmır? Sudan alınır da hidrogen. Deməli bu düz deyil. Gəldim. Natrium olanda katodda hidrogen o zaman düzdür. SO4 olanda da anodda oksigen alınır sudan, hə? O zaman düzdür. Cavab nə olacaq? Digər variantlarda analiz eləyəmi? Deyil. D-ni baxaq. Natriumdursa katodda nə alınacaq? Hidrogen. O oksijen yok. Katodda hidrogen alınır. O düz. Hə, xlorsa özü alınmalıydı axı burada. Xlor özü gedəndə axı suyu göndərmir. O da orada səhv. Aydındır? Yeniyor mu? Y natriumdursa katodda hidrogen alınmalıydı axı. Yerini düz vermir baxın. Bura H, bura O2. Niyə bəri başdan sizə dedim katod anodu dəqiqləşdirək? Çünki burada bizim tapdığımız D ilə Y-nin elə o fərqi odur da. Nədir orada? Katod anod məsələsi. Davam edək. 61. 61. Belə başa düşdüyüm təklərini mən yazacağam. Cütlərini də inşallah verərəm də sizə. Nə deyir ki bu? Deyir hansı sxemdə alınan normal duzun suda məhlul elektrozunu elektrolda hidrogen və oksigen ayrılmır. Hidrogen və oksigen ayrılmır, hə? Hidrogen ayrılmırsa, o zaman pasiv metal olmalıdır. Yəni misdən sonraki, mis və sonrakılar. Oksigen də ayrılmırsa, o zaman turşu qalıqda ya gərək nə ola? Kürd ola, hə? Ya yod ola, ya brom ola, ya da xlor ola. O zaman mənim pasiv metalla bunlardan birləşməsi alınmalıdır. Pasiv metalla bunların birləşməsi. Pasiv metal cavab C bəndidir də uşaqlar. Burada nə alınır C bəndində? Kuprum, xlor 2 və su. Elədir, elədir. Pasiv metal və özü ayrılanda halogen. Xlor qazı çıxacaq da. Anodda xlor qazı çıxacaq, katodda da mis özü ayrılacaq. Elə deməmişdi. Hadi o zaman hidrogen və oksigen ayrılmadı da. Katodda mis metalı ayrıldı, anodda da. Məntiqi başa düşdünüz, dəqiq başa düşdünüz. Yoxsa bir də izah edeyim. Yaxşı. Sonra devam edək. 61 idi, 63. Bundan sonra deyəsən hamısı gəlir elə. Gümüş bir nitratın suda məhlul elektrolizi. Uşaqlar, söhbət gümüş bir nitratdan gedir. Gümüş bir nitratın suda məhlul elektrolizində bizdən hansı harda? Katodda mı istəyir, anodda mı istəyir? Anodda. Uşaqlar, anodda istəyir. Anod. Yəni anoddan elektron. Anodda NO3 mi gedir, suyu mu göndərir? Suyu gönder. Anodda nəyə göndərir? Su anodda elektron vermir, uşaqlar 4 dənə. 2 olsun 4 elektron verir. O2 və 4 dənə aşmışdır. Budur. Bunu gəl, anodu istəyirdi məndən, anodu tapdıq. Anod nə olacaq elə? Bu da birincidir anod. Zaten cavab yalnız birdir beləli. Bir də katodun istəsəydi. Katoda gümüş özü mü gedir, suyu mu göndərir?
O zaman gümüş müsbət. Gümüş deyəndə gümüş müsbətdə disosiya edir axı. Gümüş müsbət orada bir elektron alacaq. Nə olacaq? Bu da bunun anodu, katodu. Burada mis sulfat alınır. Ne alınır burada? Kuprum SO4. Ne alınır? Ne alınır burada? Kuprum SO4'ün elektrolizindən danışır da. Şu anlar kuprum SO4'ün suda mahlun elektrolizi zamanı. İndi artıq başa düşdünüzsə katod, anod və məhlul mənə deyə bilərsiniz. Katoda mis miqdar suyu mu göndərir? O zaman katodda mis alınır. Anoda SO4 miqdar suyu mu göndərir? O zaman oksigen alınır. Qaldı o zaman SO4, o zaman məhlul nə olacaq? SO4 məhlulun necə olduğunu göstərir. Məhlul nə olacaq? Turş. İndi suallara cavab verək. Suda məhlul etdiyi zaman anoda oksigen ayrılır. Anoda nə ayrılır? Oksigen. Düzdür. Qələvi məhlul reaksiya daxil olmur. Kuprum SO4 qələvi ilə girər uşaqlar. Hə? Ne girməsin ki? Ne girməsin ki? Suda əl olur? Olur. Girəndə söküntü verir? O zaman qələvi ilə girir də. Hə? O göylərin söküntü deyil. O zaman bu da doğru fikirdir. Doğru deyəndə olmur deyirsə yalan deyir, olur. Əslində olur. Suda məhlul qələvi mühit yaradır. Necə mühit yaradır? Doğruları mı istəyir, yanlışları mı istəyir? O zaman cavab nə olacaq? 2, 3. Aydındır? Hə, sonra. 65-67 var. 67 de var. 65'ti bu, 67 de var. Çok şifahi. Burada mis sülfatta katodda ne alınır? Mis, anoda ne alınır? Su, oksijen. Kalium klorda katodda ne alınır? Hidrojen. Anoda. Klor. Çok rahat değil mi? İstisiz yazım ikisinde. Çəkdi çəkirsən, dəqiq 100%. Yaxşı, davam edək. 71. 70. Bunu istəyirsiniz? Ha? Mənə bax, bu cümlənin heç bir mənası yoxdur burada. Bunun heç bir mənası yoxdur bunun. Argondan çox olmaq, az olmaq. Nə mənası var ki? A ilə A plus 1'in arasında nə qədər fərq var? Bir proton fərqi var. Bir proton. Burada bir proton var kimlə kimin arasındadır? Kuprumdan zinki. O zaman bu sink 2 müsbətdir. Bu da kuprum. Bu da kuprum 2 müsbətdir də, hə? Bundan mislər 3 var kiçik olan proton sayı. Hə, neçədir bu? Bu da dəmir 2 müsbətdir. Bizə nə istəyir bunlar? Oksijsizlik qabiliyyəti. Bunu mən yazmışdım da oksijsizlik qabiliyyətini. Bu istiqamətdə oksijsizlik qabiliyyəti artırsa, o zaman sink 2 müsbətdir, dəmir 2 müsbətdir, sonra da biz 2 müsbət. Sıra budur da. Biz böyüdür bundan, bu da böyüdür bundan. Əgər x, y, z kimi deyirsə, o zaman burada bizimki nə idi? y 2 müsbət, böyüdür. Z 2 müsbətdən, o da böyükdür. X 2 müsbətdən. Bu qədər. Birinci cümlənin heç bir mənası olmadı ya, testi işləmək üçün. Elədir ki, nasıl oldu? Bunu vermişsənsə ona nə ehtiyac var? Tamam. Sonra 73 istəmirsiniz? 5 istəyirlər. 3 istəmirsiniz? Anoda su oksidləşir, çox rahat da. Anoda su getsin. Anoda su nə zaman gedir? Turşu balığı ya oksigenli olmalıdır ya da flördə, hə? 2 və 4. Bu qədər. 75-də nə istəyir? Bir kolbada, laboratoriyada şagirlərin biri kolbada olan NH4 xlor duzunun yeni azalmış məhluluna natrium OH əlavə edir və kolbanın çıxışına islanmış lakmus kağızı qoyur. Deməli, bunlar reaksiya girəndə nə verər? NH4 xlor üstəgəl natrium OH. Bu bizə verər natrium xlor və NH4 OH. Buna naşatır spirtdə deyirlər. Bu dərhal parçalanır NH3-ə və nəyə? Suya. İndi deyə heç parçalanmayıb, dəxli yoxdur. Bu necə mühit yaradır uşaqlar? Qələm mühit yaratmır. Lakmus nə olacaq onda? Lakmus göyərər, hə? Rəngli qazın ayrılması. Burada rəngli qaz var, yoxdur. Hə? Rəngli qazlar yoxdur burada. Kəskin qazdır qoyulan, şu rəngli mənim deyil. Kəskin qazın ayrılması düzdür, lakmusun qızarması yalandır, lakmusun göyərməsi düzdür. O zaman nə müşahidə eləyər şagird? Kəskin qaz müşahidə eləyər, yəni amonyak. Lakmusun göyərməsini görər, çünki mühit necə mühitdir? Əsası mühit, qələm mühit. Sonra? 77. Neçə? 77-dir. 77.
Katodda hidrogen, anodda xlor. Ha, buyurun. Natrium kloru. Ha, füsudə. Natrium xlor, kalsium xlor, bir də alüminium xlor. 2, 4, 3. Niyə alüminium da o birinci dəstədə deyil? Alüminium xloriddə suda məhlul elektrolizində katodda nə alınır? Alüminium alınır, yoxsa hidrogen? Xlor da zaten özü gedəndir də. 2, 3, 4 olmalıdır cavab. Başa düşmədin? Nilda, sən amma 2, 4 götürəcəkdin, hə? Niyə alüminium götürmüsən ki? O birinci dəstə bu likidlə başlamırdı alüminiuma qədər. O alüminium onun içində deyildi. İçində də onu da soydu. Nə onu atırsan burada? Sonra 79. Acan. Mis pasiv metalda misin suda məhlul elektrolizli zamanı katodda misin özü ayrılır da. Mis özü gedəndə asır. Sonra devam edək. 79. Natrium karbonatı suda məhlul üçün nə doğru? Birincisi, natrium karbonatın birinci, əgər OH sayına mayına baxırsa, bunun hidrolizə baxmalısan sən. Natrium karbonat hidroliz eləyəndə nə yaranır? Deyəməliyi görür. Hidroliz tənliyi yazaq mı? Təkrar olsun bizim üçün. Bu nədən ibarətdir? Natrium OH-ın qalığıdır, bir də H2CO3. Elədir. Elədir. Ağası budur. Bu da nökərlikdə belə demişdim də. Başqa yerdə deməyin ha. Deməli, bu bizə birinci mərhələdə CO3 natrium birim qovar. Nə alınır? Natrium HCO3 və natrium OH. Mühit necə oldu mühit? Necə duz alındı? Gələn mühit o demək ki, OH sayı nədən çoxdur? H sayından nədir? Çoxdur da, elədir. Davam eləsə yenə natrium hidrokarbonat təzdən su ilə qarşılıqlı təsirdə olur. Bizə verir. H2CO3, parçalanır H2O2, onu saxlayaq hələ ki. Və natrium OH yerində mühit nə olur? Tabii molekulyar tam iyon tənliyi, qısa iyon tənliyi yazmıyorum. Zaten bəllidir ki, burada mühit əsası mühit olacaq. Yəni OH sayıqdan çoxlu yalandır. Hidroliz məhsullarından biri əsası duzdur. Necə duzdur? Yalanlaşır. Turş duzdur, düz deyil. Elektroliz zamanı qələbə alınır. Ha, bunu elektrolizi başqadır, elektroliz eləyək. Aydındır? Yəni sən natrium karbonatı elektroliz eləyəndə sual verirəm, duza nəsə olar? Natrium özü gedər, yoxsa CO3 özü gedər? Duza heç nə? Duza heç nə olmaz. O zaman qələbə alınır, yalan deyir. Su parçalanır, doğru deyir. Çünki katodda da su reduksiya olunur, anodda su oksidləşir. Bu da suyun parçalanmağı bizə göstərir. Aydındır? Sonra. Neçə? 81. Hansı duzların suda məhlul elektrolizini suyun elektroliz təbii kimi ifadə etmiyorlar? Yəni, elə bu natrium karbonatı görsən, bu tipli şeylərdə, yəni metal aktivlərdən olsun, turşu qalıqda oksigenli olsun, o zaman duza heç nə olmur. Su elektrolizə olur, su parçalanır. Elədir. O zaman cəhləsinə baxalım. Birincisi barium, burada verib barium nitrat, bəli olar. Barium nitratda olar. Niyə? Çünki bu da getməz, bu da getməz. Amma natrium bromiddə olmaz. Niyə? Çünki brom gedəcək. Ona görə də bu olmaz. Kalium sulfitdə olmaz. Çünki kükürt özü gedəcək. Düzdür? Amma kalium sulfatda olar. Çünki nə kalium getməz, nə də SO4 gedib orada reduksiya olunur. İçin olaraq başlanğıcda. Yəni cavabımız nə olacaq? 1 və 2. Yəni bu iki duzun suda məhlul elektrolizini götürsən, hər iki halda su parçalanacaq. Nə olacaq? Su parçalanacaq. Sonra davam edək. Neçə? Bu qrafikdə nə verib bizə? Qrafikdə natrium xloridi məhlul elektrolizin məhsullarının kütləsinin zamanı asılı qrafiklərin hansı ifadə doğrudur? Deməli, o zaman bunu elektrolizləyəcəyik, əmsallaşdıracağıq, görəyək ən böyük kütlə kimindir və söhbət nədən gedir? Belə, söhbət natrium xloriddən gedir, suda məhlul elektrolizindən. Natrium xloridin suda məhlul elektroliz eləyəndə katodda alınır nə? Natrium mu, yoxsa hidrogen mi? Hidrogen. Katodda hidrogen. Anodda xlor mu? Xlor. Məhlulda da natrium OH qalar, elədir. O zaman bura bir 2 yazaq, burada bir 2 yazaq, burada bir 2 yazaq. Düzəldi mi? Düzəldi? Düzəldi. Bu neçə qram alınıb? 2 qram. Bu neçə qram alınıb? 71 qram. Bu neçə qram alınıb? 80 qram. O zaman kütləsi ən böyük olan Z verib, o zaman Z'imiz budur. Ha? Ondan Y-imiz budur. Ha? Bu da bizim nəyimizdir? X'imiz. Elədir.
Elektroz tənliyini yazdıq, əmsallaşdırdıq. Alınan maddələrində kütlələri bunlarda 2 qram, 71 qram, 80 qram. Və bunları necə tapdım da demirəm də, burada veribdə nisbətən kütlələrini qoy yerinə tapdım. X və Y-in qarşı təsirində H-klor alınır. X və Y-in qarşı təsirində H-klor alınır. Deyir, yəni hidrogenlə xlor girsə H-klor verər işığın təsirindən. Düzdür yoxsa yox? O zaman düz deyir. Y və Z qarşı təsirdə olmur. Y ilə Z. Yəni xlorla natrium H güya girmir. Bu girir. Adi şəraitdə J və suyu verir. Temperaturla da natrium klor O3 və su verir. Yəni reaksiyaya girir. Yalan deyil. Siz reaksiyalarını da yazmışsınız. Könlünüz istəyirsə göstərin. Deməli, xloru salanda adi şəraitdə natrium OH-la bizə nə verir? Natrium xlor O, yəni natrium klorid, natrium hipoxlorid və su. Bu qarışıqa da deyirlər J və suyu. Nə deyirlər? J və suyu. Temperaturla salanda burada natrium klor O3 alır. Sonra X və Z adi şəraitdə qarşı təsirdə olur. X ilə Z. Hidrogenlə natrium OH adi şəraitdə girir. Yalan deyir. Yalan deyir. Y və Z-in qarşı təsirində 2 duz alınır. Y ilə Z-də. Hədə Y ilə Z girəndə 2 dənə duz çıxmadı. Bax, yazdım da indi. Lazım bir şey yazmaq, göstərin. Y ilə Z girəndə 2 dənə duz çıxırdı. İstər adi şərait, istər temperaturunu sal, yenə 2 dənə duz çıxacaq. Natrium klor O və ya xlor O3 olaraq düz deyir. X alüminiumla qarşı təsirdə olmur. X hansıdır? Hidrogen alüminiumdan girmir. Bəli, hidrogen metallarda nə ilə girmirdir? Berilyum alüminiumdan bir də əlavə ion qrup metalları ilə girmir. Düzdür. Düzləri istəyir səhvləri. 1, 4, 5. Şu elime takılması lazım. Sonra, bunun üçün biraz oranı lazım. 85 istəmişdir. Ne yapmışım? Maşallah. 87. Biraz nağıl danışıb elə də. İnformasiya xarakterli bilgidir də. Gümüş bir nitrat məhluluna daxil edilmiş inert elektrodda köhnəlmiş gümüş əşya birləşdirilir. Deməli, bu gümüş əşyanın üzərini çökməklə yeni gümüş təbəqəsi alınıb. 20 qram gümüş əşyanın üzərində nə qədər şey çökübdür? Sonra gümüş əşya neçə qram olub? Onda belə çıxır ki, gümüş əşya 20 qram idi, 22 %16 olubsa, demək 2,16 qram gümüş onun üstündə çöküb də, hə? Belə çıxır da. Mən də bir elektron birində gümüş bağlamışdım, gümüş yığıldı onun üstünə, 20 qram idi, oldu 22,6. Deməli, 2,16 qram gümüşüm əmələ gəldi. Və gümüş nitratdan, eləmi? Yaxşı, o zaman bunun gəldi elektrozun yazaq. Elektrozun yazaq. Katodda nə alınıb? Gümüş, anodda oksigen, məhlulda da HNO. Bunu əmsallaşdıraq. Gümüş müsbət 1-dən 0-a neçə elektron? 1 elektron. Oksigen mənfi 2-dən 0-a neçə elektron? 2 elektron, 2 vuruşu 4. Bura gelir 4, bura gəlir 1. Gümüş 4 dənə, bura bir 4 yazaq, bura bir 4 yazaq, burada bir 2 yazsaq düzəldi. Əmsallaşdırdıq. İndi isə neçə qram gümüş alıb deyir? Əgər qab 20 qram idisə, qalxıb 22,6 olubsa, gümüş qab. Gümüş əşya bu qədər olubsa, o zaman nə qədər gümüş alıb deməli? İşte bizdə neçə? Normalda bəs bu neçə edir? 432 edir bu. 400 neçə? 432 qram. Anodda neçə mol qaz alınır? 432 qram onda neçə mol alınır oksigen? 2,16 qramda nə olar? X. 20 dəfə az, 20 dəfə az. Bu 20-yə böləndə 0,5 mol. Aydındır? Yenə deyirəm. 4 mol, yəni 432 qram alınanda 1 mol oksigen çıxır da. Elə altta bizdə 2 bronz 23 dənə oksigen çıxır. 2,16-nı hardan tapdım? Əşya 20 qram idi. Prosesdən sonra oldu 22,16. Üstə gümüş təbəqə gəlib. O zaman 2,16 qram gümüş gəlib də üstünə. Yəni prosesin nəticəsində bu qədər gümüş alınıb deməli. Aydındır? Sonra neçə dediniz? 89 istəmişsiniz? İndi geçək elektrozayt hesablama. O artıq növbəti videoya deyək də onu.